Herkese salam. Lənkəran vloguna hər biriniz xoş gəlmisiniz. Bugün Lənkərana gedirik. Deməli saat 2-də hazırda və mən hardasa bir 15-20 dəqiqə evdən çıxıram. Gedirik Lənkərana birlikdə. Sonunda mən o məzuniyyətimi götürdüm və gedirəm ailəmin yanına. Neysə, indi bu vlogda mən ümumiyyətlə bir çox planım var Lənkəranla bağlı. Yəni dostlarımla görüşmək planım var. Həm yəni gedəcək. Məsələn, Lənkəranın məşhur olan Xanbulana gedəcək. Yəni bu tip şeylər olacaq bu vlogda. Ümumi bir Lənkəran vlogu, yəni Lənkəranı göstərmək istəyirəm sizə. Yəni mən Lənkəranlı olduğum üçün siz də istəyirəm ki, Lənkəranı görəsiniz biraz. Və mən onu da deyim ki, uzun müddətdir Lənkərana getmirəm. Ona görə dedim ki, məzuniyyət götürmüşkən bir 3-4 günümü də Lənkəranda keçirdim. Yəni belə, ümid edirəm ki, vlogdan zövq alarsınız və hər birinizə xoş izləmələr. Anam mənə nə qəşəng süfrə atıb. Lənkəranın olmazsa olmazı ləvəngi təbii ki də. Bəli, gördüyünüz kimi. Mənim sevdiklərim də ancaq masada. İndi çıxdıq evdən. Gedirəm əmim qızıgilə, qardaşımla bir yerdə. Yəqin ki, bugün orada keçirəcəm. Sabah görüşərik, yəni bugün belə getdi. Həm gəldim, indi isə gedirəm əmim qızıgilə. Bir yerdə yaşayacaq, bir ayda plan qurmuşuq. Yəni belə. Şimdi marketə alışveriş edirik, bir-iki dənə şey alırıq. 2 gecə bir yerdə olacaq da, yəni kino mu olar, artıq söhbət mi olar? Hər hansısa biri baxırıq ki, nə alaq, nə inəyək. Yəni belə. Növbəti gündən hər birinizə salamlar. İndi evdən çıxıram, gedirəm Zeynəblə görüşməyə. Keçən vloglardan Zeynəb görmüşdük, sinif yoldaşım olan. Bir yerdə vaxt keçirəcəyik, söhbət falan eləyəcəyik. Uzun müddətli görüşmür ya. Yəni belə. Belə çox gecikirəm. Düşünün, Zeynəbə demişəm ki, saat elə bir 6-da görüşək və mən yatıb qalmışım, saat 6-da ayrılmışım. Atam gəlib. Arkadaşlar, Zeynəb çox əsəbidir. Sağ ol. Niyə qaydı sanki başa düşmədim? 5 dəqiqə gözlətmişəm də bu. Sarıldı yinəsi. Işığı bile tutmalıdır burada qalma. Ayşəcim sən tut. Bəlkə kodunu alasan. Mən gəldim evdəyəm artıq və qız... Ama baxma da, elə baxsan çəkəməm. Mənə baxma. Dostlar, mən gəldim evdəyəm. Qızlarla çox qəşəng görüşdük, çox qəşəng söhbətlər elədik. Mən prosto orada onlara narahat eləməmək üçün video falan çəkmədim. Sonra getdik, yemək yedik, KFC yedik bir yerdə. İndi gəldim evə, anam mənə meyvə gətirib belə qoyub, meyvəni yeyirəm və belə mamamla söhbət edirəm. Bugün belə idi. Sabahda gedəcəyik Xanbulana. Bir yerdə də anam, atam, qardaşım bir yerdə gedəcək Xanbulana. Yəni oradan videolar, qəşəng videolar çəkməyi planlayıram orada. Çünki Xanbulanı çox sevirəm. Yəni Lənkəranda ən qəşəng yerlərdən biri oradır. Xanbulanda gəlsəz mütləq ora gedin. Zaten sabah çəkib paylaşacağam. Təbiəti, yaşıllığı çox qəşəngdir. Yəni bu günlük bu qədər idi. Növbəti gündən hər ikisi salamlar. Abala, vlog çəkirəm, sakit dur. Vloga qoyacağım. Növbəti gündən salamlar dostlar. Bizlərlə Lənkəran gəzintimizdeyiz. Hər şəhəri. İndi alayla Xanbulana gedəcəyik. Növbəti gündən hər birinizə salamlar. Hazırda geyinib keçinmişəm.
Belə yeni köynək almışdım, özümə onu geyinmişəm. İndi atamı gözləyirəm. Gəlsin, gedəcək Xanbulana. Sonunda biz Xanbulandayıq. O qədər gözəldir ki, suyu, havası, yəni ağacları, təbiəti, yəni ən çox bəyəndiyim yerlərdən biridir burada. İndi mən bir dənə Reels videosu çəkirəm Instagram üçün. Instagram səhifəmi buraya etiket eləyərəm. Oradan keçid eləyib baxa bilərsiniz. Günəş dəhşət çoxdur. Video çəkməkdə əzab çəkirəm. Buradan bayaq bir dənə dayda keçirdi, at sürürdü. Onu da burada paylaşacağım. Buraya şey eləyərəm. Ekləyərəm. İstəyirdim ata minmək, amma qorxuram. Nə qədər də bəyənsəm də qorxuram ata minməyə və mənim wish listimdə bir cümlə var ki, ata minmək, yəni at sürməyi öyrənmək, yəni bu ən böyük istəklərimdən biridir. O qədər qəşəngdir ki bura, yəni cidden insanın əsəbləri sakitləşir. Havası, təbiəti. Burada oturub yerlənmək və mənzərəmə baxın. Mənzərəm də tam belədir. Yəni bundan qəşəng şey nə ola bilər? Gəldik kebab yeməyə. Düzdür, Dayday kafesinə oxşası da ətraf, amma buranın kebabları qəşəngdir. Yəni uşaq vaxtından bura gəlirəm kebab yeməyə. Şimdi burada kebab yeyəcək, daha sonra da evə gedəcəm. Mən Vətkilə hər birinizə salamlar. İndi geyinib keçirmişəm, gedirəm sinif yoldaşımla görüşməyə, Şəmsinə. Şəms mənim həm sinif yoldaşım olub, həm də hazırlıq yoldaşım olub. Yəni biz bu vaxtlarda görüşüb hazırlığa gedirdik. Yəni indi görüşüb səhər yeməyini getməyimiz biraz daha bizə qəribə gəlir. Çünki o vaxtda belə şeylər eləmədi. Yəni ancaq fokuslanmışdıq dərs. Yəni o da səhv bir şey idi, hər nəysə gəldi, keçdi. Yəni indi isə gedirik səhər yeməyinə. İndi lookumu aşağıda sizə göstərəcəm. Temudan aldığım ağ şalvarla bu köynəyi geyinmişəm. Görüşdü Şəmslə dostlar. Şəmsdir. Biz indi burada səhər yeməyi yeyəcəyik dediyim kimi. Amma mənə çox maraqlıdır ki, bu səhər yeməyi necə olacaq? Çünki adam başı 10 manatdır. Yəni adam başı 10 manat səhər yeməyi 2 dəfə deyirəm. Maraqlıdır ki, dadı necə olacaq? Dostlar, gəldik mən Ayanın favori məkanına. Bistro. Buranın adı neydi? 34 Bistro'da deyəsən adı. Qəşəng içkiləri var, qəşəng kafelər var. Buranın xoşuma gəldi, yəni tez atın. Qəşəng yerdir. Şəms də buradadır. Şəms necədir? Bəyəndi? Bəyəndim. Qəşəngdir. İnteriyer də qəşəngdir. İçkilər də qəşəngdir, işçilər də qəşəngdir. Çox mehribandır işçilər. Şəmslə Allah qərarla getdik belə 2 dənə make-up şey aldıq. Şəms özümə maska aldım. İndi gəldik Sensei'dən bir şeylər baxmağa. Görüm xoşuma gələn bir şey olsa alacağım. Daha çox mən stəkan falan xoşduram, belə maraqlı bir şeylərdir. Mənim tərəfimdə gəl. Maraqlı bir şeylər falan olsa çay içməyə xoşuma gəlir. Yəni bunlardan almışdım mən. Yenə Zeynəblə bir yerdəyik və çox qəşəng bir məkana gedirik. Dəniz kənarı, belə əla bir məkandır. Başqası nə olur? Nədir saçında? Şeylər söyle.